Canlı yayımda da belə suallar olur. Bir də görürsüz videoların altında kommentlərdə də elə eynən bu cür suallar verilir ki, məsələn, məndə panik ataklardır, nə edeyim, nə məsləhət görərsiniz? Məndə OKP-dir, nə edim? Nevrozdur, nə edim? Müxtəlif psixosomatik simptomlardan orada soruşurlar, nə edim deyirlər. Və inanın burada onsuz da bir məsləhətlə çözülən deyil. Yəni dilimizdə pozuntu deyilir. Pozuntu da nə deməkdir? Yəni ki, bax bu pozuntuların dili olsa, sizə danışmaq istəsələr sizlə, danışmaq ixtiyarları olsa, bacarıqları olsaydı, nə deyərdilər? Baxın. Sən bəzi şeylərdə özünü heç günahın olmadığın halda günahlandırırsan. Sən özünə qarşı mərhəmətin azdır. Sən bəzən özünə hədsiz yazığın gəlir, bəzən heç yazığın gəlmir. Sən utanc verici heç bir şey olmadığı halda öz yerinə utanırsan, özdə aşırı. Sən bəzi şeylərdə yalan danışırsan özünə. Sən istək arzularınla bağlı, yəni onlarla bağlı sən nə edəsən, nə edəsən, bilmirsən, bəziləri haqqında heç xəbərin belə yoxdur. Artıq unutmusan. Onlar olublar, olmayıblar. Yəni bir onsuz da məsləhət burada işə yaramır da. Burada elə bil sən bir uzun yol getməlisən və bu yola çıxmaq üçün, yəni yolun sonunda istədiyin yerə çatmaq üçün yolun əvvəlində sən dürüstlüklə başlamalısan bu yola. Özünə qarşı dürüst olub bu yola çıxsan, onda sən istədiyin məqsədinə çatacaqsan.